Təhsil millətin gələcəyidir. Bir çox ailə də bunu əsas götürərək övladlarının yaxşı təhsil almasını istəyir və bunun üçün çalışır. Uşaqların isə yaxşı oxuması üçün ixtisaslı və peşəkar müəllimlərə ehtiyacı var. Amma bəzi rayonlarımızda hələ də valideynlərin müəllim çatışmazlığı ilə bağlı narazılıqları var. Elə Ağcabədi şəhərinə səfərimizin məqsədi də bu məsələni işıqlandırmaq idi. Ağcabədi rayonu Qarakeşli kənd 2 saylı tam orta məktəbinin qarşısındayıq. 245 ailənin övladları üçün nəzərdə tutulan bu məktəbdə hazırda kifayət qədər ixtisaslı müəllimin olmadığı deyilir. Valideynlər deyir ki, məktəbdə kifayət qədər müəllim olmadığı üçün onlar övladlarını ətraf qəsəbələrdəki məktəblərə aparmaq məcburiyyətində qalırlar. Təbii ki, bu vəziyyət həm şagirdlərin günlərini yollarda keçirməsinə, həm də valideynlərin daha çox pul xərcləməsinə səbəb olur. Hətta müsahibə aldığımız ailələrdən biri uşaqları məktəbə daha rahat getsinlər deyə öz evləri ola başqa bir qəsəbədə kirayədə yaşayırlar. Bizim kəndimizin uşaqları da 80% övladını kənar məktəblərə göndərir. Xahiş edirəm ki, bizim bu məktəblərə ixtisaslaşmış peşəkar müəllimlər gəlsin, burada kadrlar işləsin, ya da bu məktəb 5-3 uşaqdan ibarət olacaqsa, bu məktəblər ikisi də bağlansın. Bu məktəbdə müəllim olmadığı üçün uşaqlar gəlmir. Olmadığı üçün gələ bilmir. Təhsil alıb, yaxşı müəllim olmamağı üçün heç kim də bura uşaqlarını göndərmirlər. Burada müəllim azdır, uşaqlar da məcburdur, valideynlər uşaqları aparır. 552 saylı qəsəbəyə, orada məktəbə olur. Yəni, burada uşaq az. Mənim uşağım da burada oxuyur. Hal-hazırda burada dərs keçirlər, deyir, bir müəllimin yanına gedir. Amma buradan çıxandan sonra da hazırlığa gedir. Keçən il yol haqqı verdik, taksi getdik. İndi dedik, uşaq həm kursa gedər, həm ora 2 yol pulunu saçı, bir yol pul eləyib, kiraya ayda 80 manat kiraya pul ödəyirəm, bir göz otaqda, 5 başda ailə. Belə yesir olmuş. Ona görə istəyirik ki, burada yaxşı müəllimlər gəlib bura təzad olsun. Çəkiliş etdiyimiz kənddə 2 saylı tam orta məktəblə yanaşı 1 saylı ümumi orta məktəb də yerləşir. Valideynlərin bu narazılığı əsasında hər iki məktəb direktoru ilə də görüşdük. Direktorlar bildirdi ki, məktəblərdə kifayət qədər müəllim var. Bizdə 23 nəfər müəllim var. Bütün ixtisaslardan müəllimlərimiz var. Müəllim çatışmamazlığı yoxdur. Bu əksəriyyət də sertifikasiyadan keçibdir. Bizdə müəllim sarıdan, uşaq sarıdan heç bir problem yoxdur. Dərs öz qaydasında keçilir, hər bir şey öz qaydasındadır. Başqa problemimiz yoxdur. Hal-hazırda bizim məktəbdə 19 şagird təhsil alır. Bu şagirdlərin təlim tərbiyəsi ilə 12 müəllim məşğuldur. Bütün müəllimlər də yerindədir. Davamiyyət də yaxşıdır. Direktorlar eyni zamanda qeyd etdilər ki, növbəti tədris ilindən 2 məktəbin birləşərək vahid təhsil müəssisəsi olaraq fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu proses icra edildikdən sonra məktəblərdəki müəllimlər də birlikdə işləyəcəklər.